Salam əleykum əziz bağbanlar, hər birinizi Xaçmaz rayonu Həsənqala kəndindən salamlayırıq. Burada Semilla şirkətinin bağlarındayıq. Yaradılan şəraitə görə rəhbərliyinə, Sərxan bəyə və Rəvan bəyə təşəkkürümüzü bildiririk. Sizə Maxima 14 haqqında bir-iki dənə məsələ öz fikirlərimiz diqqətinizə çatdırmaq istərdim. Deməli, burada gördüyünüz kimi, bax bu bağda bayaqdan bütün çeşidlərini çəkmişik. Tam tutumdur bağda. Gördüyünüz kimi bu bağ xeyirli olsun, uğurlu olsun. Yəni sağ olsunlar, çəkilişə də icazə verdilər. Bağbanlarımız bu məsələyə açığı çox da isti baxmırlar bağlarının, yəni ki, göstərilməsinə. Gördüyünüz kimi, bax, tutum normaldır və insanlarımız deyir ki, Maxima 14 çeşidi tutmur, yəni ki, nəticə götürmək olmur. Bağı olanlar da bir çox tanışlarımız var. Məsələn, deyirlər, mən o bağı sökəcəm elmətdim filan. Yəni, hər hansı başqa bir calaqaltıya keçirəm. Biz burada bütün ümumi bağı çəkdik. Buraya yenə də gələcəyik. O birisi yetişməyən çeşidləri çəkib göstərməyə çalışacaq. Yenə burada onu göstərdik ki, bağda, belə deyim ki, sizə bağbanlarda kökaltı yanaşmaq, düzgün yanaşmaq deyən bir şey var. Düzgün yanaşdıqdan sonra həqiqətən ola bilməz ki, bağ getirsin. Deyə bilərsiniz ki, bu bağ, yəni hər hansı bir nəsə xəstəlik var, qocalmaq üzrədir. Ona görə çox gətirir, 1-2 il çökəcək. Elə bir şey yoxdur. Bu bağ hər il gətirir. Buranın da aqronomu açığı İspan Xavier bəydir. Yəni, o da həqiqətən gözəl bir iş qoyub ortaya və son demək olar ki, 6 ildir bu şirkətdə işləyir. Yəni, həqiqətən ortaya nəticə qoyur ki, yəni uzun illər burada iş apara bilir. Gördüyünüz kimi, yəni bunlar erkənci çeşidlər olduğuna görə çox da böyük kalibr almırlar. Yəni, hər bazarın öz tələbatının, belə deyim ki, onun da növü var. Ona uyğun, məsəl üçün, elə bazar var ki, orada çox da böyük kalibrə ehtiyac yoxdur. Sadəcə olaraq o bazara tez girməyə ehtiyac var. Necə ki, Özbəkistan bazarı, belə deyim ki, Özbək gilası bizdən daha tez bazara girir və daha yüksək qiymətlərə satılır. Və burada da həmin məsələdir. Gördüyünüz kimi, bax, Maxima 14 haqqında qaralama kampaniyaları aparılır, məsəl üçün. Yəni, istəyir fikirləşərək desinlər bu sözü, hər hansı bir bağban olsun, aqronom olsun, qeyri bir başqa adam olsun, istəyir fikirləşmədən desin, amma fakt nəticə odur ki, biz çəkib burada göstərdik ki, yenə də bu işin mütəxəssisləri öz fikirlərini bildirərlər. Düzgün yanaşdıqdan sonra ola bilməz ki, elə bir kökaltı olsun ki, ondan düzgün nəticə götürməyəsin. Yəni, biz hamını çəkib göstərməyə çalışırıq. İki tərəfli yanaşmıram mövzuya ki, məsəl üçün, immeni bu kökaltına bağ salmaq lazımdır, yox, buna salmaq lazımdır. Ümumi bütün günü bu sezon başlayandan, yəni günümüzün çoxu bağları gezməklə məşğuldur. Yəni buna ayırmışam. Çünki görmək istəyirəm ki, hansı ərazidə hansı çeşid tutur, daha çox nəticə götürülüb. Quba bağlarında gezmişik, indi Xaçmaz bağlarındayıq. Tutum olmayan bağlar var. Bunu qeyd edirəm. Yəni bağbanlara da işlərində yəni uğurlar arzulayıram, səbir arzulayıram ki, həqiqətən bu boyda xərc qoyub ortaya nəticə çıxara bilməyən bağbanlarımız var, əsəbləşirlər. Amma fakt bu bağları da çəkib göstərir ki, qardaş, düzgün yaxınlaşdıqdan sonra kökaltının üzərinə hər hansı bir neyi satmaq lazımdır ki, bu kökaltı tutmur, o bağı çıxaracam başdan ayağa. Bax, burada gördüyünüz kimi, bax, bütün çeşidləri göstərmişik. Bax, məsələ nədir? 2 metr 50 santı. Bir dənə zəhmət olmasa çək, Kənan. 2 metr 50 santıda bağı bundan yuxarı buraxmırlar. Düzgün bağda yəni yanaşma var. Burada gördüyünüz kimi, bax, 5-in 3-ə sxemi ilədir, Maxima 14-dür. Adaranı da çəkib göstərmişik. Gizella bağlarını da göstərmişik. Hamını bir-bir göstərməyə çalışırıq. Sadəcə olaraq işimizi düzgün qurandan sonra, yəni ki, düzgün yanaşma eləyəndən sonra heç bir problemi olmadan nəticə götürəcəksiniz. Bunun barədə özünüzü hər hansı bir sıxıntıya salmayın. Maxima 14 bağı salan yoldaşlar var. Həqiqətən deyirlər ki, mən o bağı çıxaracam elmətdən. Ora ayrılan məbləğlər də adi bir məbləğlər deyil. Həqiqətən böyük bir ərazilər salıblar. Yəni, nəticə göz qabağındadır. Gördüyünüz kimi, mən çox da neysə danışmaq istəmirəm. Hər kəsə uğurlar olsun. Yəni, başqa nə deyə bilərik ki? Uğurlar bütün bağbanlarımıza. Yəni, nəticə göz qabağındadır. Gördüyünüz kimi, artıq neysə deməyə ehtiyac yoxdur. Hər kəsə uğurlar arzulayıram. Sadəcə olaraq düzgün araşdırın. Hansı zonada, hansı sortu əkirsiniz, hansı çeşidə üstünlük verirsiniz, nəticə götürəcəksiniz. Uğurlar olsun. Bütün bu bağın kollektivinə də uğurlar arzulayıram və inşallah ki, daha gözəl nəticələr götürsünlər. Hər kəsə uğurlar.